Sağlam qidaya keçirəm deyən kimi marketdən alınan ilk şeylərdən biri də yulafdır. Bəs bu yulaf bizə doğrudan da lazımdır. Bir də heç dadını bəyənməyə səhərlər suyla qarışdırıb dadsız bir sıyıq şəklində yemək bizə nə dərəcədə fayda verəcək? Gəlin sizə açıqlayım. Əgər siz səhərinizi yulaf və sudan ibarət olan bir sıyıqla başlasanız, siz bir neçə saatdan sonra mütləq şirniyyat istəyəcəksiniz. Xüsusən də axşama doğru şirniyyat, şokolad istəyiniz arta gedəcək. Çünki səhərimiz əslində düzgün enerji mənbəyi ilə başlamır. Əgər ilk yeməyinizin sizi yaxşı bir formada tox tutmağını və gün boyu enerjili saxlamağını istəyirsinizsə və ən əsası gün boyunca şokolad, şirniyyat istəmirsinizsə, gününüzə zülal, karbohidrat, yağ və lif balanslı bir qida ilə başlayın. Yumurta, sağlam çörək, yulafla yumurta da ola bilər, avokado və yaxud da digər bir sağlam yağ mənbəyi və müəyyən miqdarda lif, bura tərəvəzlər də istəsəniz meyvələr də aid ola bilər. Sağlam qida dadsız deyil, sağlam qida yorucu deyil, sağlam qida məhz ağız dadınıza uyğun olandır. Formada qalmaq üçün özünüzü incitməyə dəyməz. Ağız dadınızla formada qalmaq üçün səhifəni izləməyi unutmayın.